Vətəndaşlara xidmət sənədləri iş şöbəsinin maarifçisiyəm. Bu gün Azərbaycan Texniki Universitetində xanım Şabanovanın təqdimatında RİHA strategiyaları təlimindəyik. Görüş çox maraqlı keçirildi. Bu mövzu daima mənim maraq dairəmdə olmuşdu. Təlimçinin öz həyat yaradıcılığı da mənə ilham verdi. Bitirdiyi kurslar haqqında da gələcəkdə araşdırmağı planlayıram. Elmi Təhsil Nazirliyinin Hüquq şöbəsində təcrübə keçirəm. Bu gün maaşlı məzun təcrübə proqramı çərçivəsində şəxsi rifah strategiyaları barədə təlimdə müəyyən bilikləri yiyələndik və eyni zamanda düşünürəm ki, bu təlim maraqlı keçdi, çünki ənənəvi formada nəzərdə tutulandan əlavə daha çox interaktiv formada keçirildi.